Herkese salam. 5-ci günə xoş gəlmisiniz. Dünən maraqlı bir şeyi bir daha anladım. Mənim problemim mədəmlə deyil, tamamilə göz və nəfsimlə ilə bağlıdır. Dünən könlüm bamiyə çəkmişdi və aldım yedim. Hətta ağlım yemədiyim şeylər də yedim. Sırf nəfsim çəkir deyə onları da yemək istəyirdim. Amma inanın, hazırlanan bu qarşımlar insana o qədər tox tutur ki, fizik olaraq həqiqi mənada yerim yox idi. Yeyə bilmədim. Deməli, bir daha sübut etdi ki, mənim problemim ac olmaq deyil, sadəcə kaş onu da yeyim, kaş bunu da dadım deməkdir. Dərmanlarla bir tərəfdən sağalıram, bir tərəfdən də bu nəfs aclığı ilə mübarizə aparıram. Hər dəfə özümə güvənim artanda, inananda ki, mən arıqlayacağım, istədiyim çəkiyə düşəcəm, gedirəm kiçik-kiçik bədəndə paltarlar alıram. Hələ ki, əynimə olan olmayıb, çünki istədiyim çəkiyə çatmamışam. Amma inanıram, bir gün onların da üzünə güləcək həyat. İndi bu başlıqlı videolarımı dayandırıram, təəssüf ki, çünki həqiqətən əməl etmirəm, çünki ortada yaradılacaq bir şey yoxdur. Amma inanıram, yenidən qaydanda burada bütün həyatımı paylaşmağa davam edəcəyim. Amma o motivasiya hələ ki gəlmir. Yəni mən də sizlə yalan-yanlış şeylər paylaşmağı istəmirəm. Çünki ortada nəticə olmayanı onsuz siz görəcəksiniz. Beləliklə bir müddətlik ara verirəm, ümidvaram anlayışla qarşılayarsınız. Yeni gündə, yeni ümidlərlə, yeni diyetlərdə görüşmək ümidi ilə. Siz izləmədə qalın. Hələ ki yolumuz uzundur və hədəfimiz bəllidir. Amma müvəqqəti bir büdrəmə ilə yolumuza davam edəcəyik, gec və ya tez. Siz yenə də izləmədə qalın. Çünki sizinlə böyümək mənim ən böyük motivasiyamdır. Görüşərik yeni gündə, tez vaxtda.